Yaponiyada qətiyyən edilməməli olan şeylər var. Bunlardan biri odur ki, burada kimisə barmaqla göstərmək olmaz. Bu, Yaponlar tərəfindən çox kobud bir hərəkət sayılır. Yəni ki, belə eləyib kimisə göstərmək olmaz. İkincisi, bu bizdə də var, evə ayaqqabı ilə girmək. Nəinki təkcə evə, hətta bəzi kafe və restoranlara, məbədlərə də ayaqqabı ilə girmək olmaz. Ayaqqabını çıxardıb tapşka giymək lazımdır. Eyni şəkildə, əgər burada paltar almağa gedirsinizsə və paltarı geyinib yoxlamaq istəyirsinizsə, geyinmə otağına ayaqqabı ilə girmək olmaz. Ayaqqabını geyinmə otağının qarşısında çıxartmaq lazımdır. Daha sonra, yemək çubuqlarını düyünün içinə dik bir şəkildə qoymaq. Bu, Yaponiyada yas mərasimlərində olunan bir şeydir. Ona görə də bunu gündəlik həyatda eləmək yaxşı qəbul edilmir. Eyni şəkildə çubuqdan çubuğa yemək ötürmək. Bu da yas mərasimlərində edilən bir şeydir. Ona görə gündəlik həyatda etmək məsləhət görülmür. Yaponlar bunu yaxşı qarşılamırlar. Daha sonra tatu ilə bəzi yerlərə girməyə icazə vermirlər. Hamamlara, spa mərkəzlərinə, hətta bəzi otellərə də tatulu insanlar buraxılmaya bilər. Və növbəti bu ən sevdiyim. Avropa ölkələrində ən zəhləm gedən şey buydu. Çünki yemək yediyimiz yerdə, hər yerdə insanlar səs-küy ilə burnunu təmizləyirdi və çox, yəni bizdə yoxdur deyə mənə çox iyrənc gəlir və yemək yediyim yerdə bunu görəndə də bütün iştahım qaçır. Yaxşı ki, yəni Yaponlarda da bu şey yaxşı qəbul olunmur deyə eləmirlər. Eləyən olanda da bilirsən ki, bu adam xaricili Yapon deyil. Bir insanın başına əllə toxunmaq. Yəni burada küçədə belə şirin uşaq falan gördünüz, ay başını sığallayın falan. Yaponlar bunu yaxşı qəbul eləmirlər, qətiyyən eləməyin. Və son olaraq da gecə fit çalmaq. Yaponlar inanır ki, gecə fit çalanda sən pis ruhları və ilanları evə cəlb edirsən. Ona görə də gecə fit çalmaq qətiyyən olmaz.